Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Noyabr ayının 26-sı, həftənin çərşənbə günü 2025-ci ildə son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Milli Məclisin deputatı Günay Ağamalının qızı olduğu iddia edilən Nigar Həsənovanın TikTokda görüntüləri yayılıb. Videoda boynunda xaç olan bir gənc xanım rəqs edir. İddialara görə, demək, həmin xanım dinini də dəyişib. Məsələ ilə bağlı Günay Ağamalı danışıb. O qeyd edib ki, görüntülər mənim qızıma oxşasa da, o əslində mənim qızım deyil. Sosial şəbəkələrdə paylaşılan video süjetdəki şəxsin mənim övladımla heç bir əlaqəsi yoxdur. Bu sifarişlə hazırlanmış qərəzli və manipulyativ kampaniyadır. Kadrlarda demək, qızımın müəyyən bənzərliyi var, amma onun ailəmizlə heç bir bağlılığı yoxdur deyə deputat qeyd edib. Günay Ağamalı onu da bildirib ki, bizi yolumuzdan heç kim çəkindirə bilməz. Attığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və belə də davam edəcək.